Hristiyan bir alim Həzrət Əli əleyhissalamdan sual soruşur. Mənə izah edin. Quran deyir ki, hansı tərəfə üz tutsanız Allahın üzü oradadır. Allah o tərəfdədir. Allahın üzü nə deməkdir? Həzrət Əli əleyhissalam cavab verir. Amma cavabı necə deyir? Deyir, od və yanacaq gətir. Ona əmr edir ki, od və yanacaq gətirsin və o odu yandırır. Alov çıxır və hər yeri işıqlandırmağa başlayır o alov. Sonra Həzrət Əli əleyhissalam o xristiyana deyir, bu alovun üzü hansı tərəfdir? O alim isə belə cavab verir, hər tərəfdir, hər yanda görünür onun ışığı. Həzrət Əli əleyhissalam da cavabında belə deyir, bu alov yaradılmış bir varlıqdır və hər tərəfə üzü var, hər tərəfi alovlandırır, işıq saçır. Allah isə bütün tərəflərdədir və onun üzü müəyyən bir istiqamətə bağlı deyil. Sən istəyirsən ki, Allahın müəyyən bir istiqaməti olsun. Yəni, Allah hər yerdədir, heç bir məhdud istiqamətə tabe deyil.